Aşağıdakılardan hansı antivirus proqramların tipinə aid deyil? Filtrlər, həkimlər, vaksinlər, müfəttişlər aiddir, ancaq statistiklər aid deyil. Arxivləşdirmə proqramlarından daha çox hansı məqsədlə istifadə olunur? Fayllardakı məlumatları silmək üçün yox, gizlətmək üçün yox, fayldakı informasiyanı sıxıb ölçüsünü azaltmaq üçün. Cavab olacaq C bəndi. İnformatika elminin tərkib hissələri hansılardır? Hardware, software və brainware. 1, 2, 5. Yəni bəndi. Diskin informasiya tutumunu artırmaq və informasiyanı sıxmağa həyata keçirilən ScanDisk diskdəki səhvləri tapır. Drive Space informasiya tutumunu artırır və informasiyanı sıxır. Norton Utilit var, Avira var. Bunlar ümumiyyətlə antiviruslara aiddir. Disk defragmentdə diskin işini optimallaşdırır. İstifadəsi pulsuz olan proqramlar freeware adlanır. Sistem proqramları hansılardır? Unix, Windows, Drive Space bu sistemdir. Word Perfect bu 7. Linux, Clipper, Python, Clipper var, Python var 7. macOS, Linux, Unix 1.4'dür. 1.4.5'dir. WinRAR diskte fragmenter, OS Drop 2. Bu da servis və sistem proqramlarına aiddir. 1.4.5 yəni B bəndi. Fərdi kompüterlər üçün yeni proqram yaratmaq məqsədilə əlverişli vasitələri təmin edən proqramlar. Ümumiyyətlə, instrumental proqramlardır ki, sıfırdan proqram yaradırıq. Proqramı bütövlükdə maşın dilinə çevirən kompiler, bütöv çevirən kompilyatordur. İnterpretator da hissə. Proqramlar konkret məsələlərin həll üçün nəzərdə tutulmuş proqramlardır. Bizim işimiz üçün lazım olanlar, yəni tətbiqi proqramlar. Sistem proqramları yeni proqram vasitəsi yaratmaq instrumentaldır. Hesablama sisteminin işini və informasiya emalı prosesini həyata keçirmək. Böyük həcmli informasiya sistemini yaradan web-site. İstifadəçiyə konkret məsələ həllini yerinə yetirən tətbiqi proqramdır. Bütün cavablar doğruda səhv fikirdir. İnformasiya emalını həyata keçirən cavab olacaq B bəndi. Əməliyyat sistemi ilə qurğunun qarşılıqlı əlaqəsini təmin edən proqramlar driver adlanır. Driver vasitəsilə xarici qurğular qoşub əlaqəni yaradırıq. Neçəsi sistem proqram təminatına aid edilir? Əməliyyat sistemi sistemdir, antivirus da sistemdir, driver da sistemdir, servis proqramı da, VBS yox, kompilyator yox. Bu ikisindən başqa 1, 2, 3, 4 dənəsi B bəndi. Aşağıdakıların hansı sistem proqram təminatına daxil deyil? Sistemdir, əməliyyat sistemi, sistemin bazasıdır, sistemin servisidir, antivirus sistemin servisidir, proqramlaşdırma sistemləri proqramlaşdırma dillərinə aiddir. Bu aid deyil. Arxivləşdirmə proqramlarda servisə aiddir. Cavab olacaq D bəndi. İnformasiya sisteminin yaradılması, informasiya təminatının maşın daxili təşkili və idarə edilməsi üçün tətbiqli proqram paketindən istifadə olunur. Problem yönlü, inteqrallaşmış paketlər, nəşriyyat sistemləri, riyazi proqramlaşdırma sistemi verililər bazası idarə edir ki, informasiya sistemi yaradılır və maşın daxili idarə etmə, verililər bazasından söhbət gedir. Disk defragment utilitinin funksiyası diskin işini optimallaşdırmaqdır. Optimallaşdırma sözünü orada gördük, yox, B bəndi. Task schedule müəyyən vaxta təyin olunmuş proqramların işə salınmasıdır. 1 olacaq B. Defragment diskin işini optimallaşdırmadır. Restore da müəyyən vaxt üçün proqramların geri qaytarılmasıdır. Kompüterin işinə mane olan, asılıb qalan proqramlar hansı proqram vasitəsilə bağlamaq mümkündür? Task Manager vasitəsilə Ctrl-Alt-Delete və yaxud da Ctrl-Shift-Escape ilə onun funksiyasını icra etmək olar. Kompüter virusa yoluxmasını özünü hansı hallarda virusa verə bilər? Monitorun ekranı işə aid olmayan mənansız yazılar çıxır ola bilər. Özünü yükləmə prosesi həyata keçirir. Kompüter özünü yükləmə prosesi həyata keçirir. 1 də ola bilər, 2 də ola bilər. Bəzi faylların ölçüsünün öz-özünə dəyişməsi o da ola bilər. Sərt diski real tutum azala bilməz, artıb azala bilməz. Monitorun ekranı fiziki cəhətdən çoxlana bilməz. Müxtəlif səslər generasiya ola bilər. 1, 2, 3, 6. ScanDisk diskdəki səhvlərin tapılmasıdır. Səhvləri yoxlayır. Cavab olacaq D bəndi. Kompilyator komple bütövlükdə aşağı səviyyəli dildən yuxarı səviyyəli dilə çevirir. Proqramı tərcümə etdikdən sonra işçi proqramı çevirir. Proqram maşında tam çevirdikdən sonra icra edir. Tam çevirdikdən sonra icra edir. Cavab olacaq D. Alqoritmi proqramı maşın dilinə çevirən proqram translyatordur. 2 növ var. Kompilyator, interpretator. Aşağıdakıların hansı neçəsi yanlışdır? Disk və disklərdəki səhvləri tapılardan qaldan ScanDisk düz deyil. Drive Space proqramı diskdə informasiya optimal yerləşən defragmenterdir. 2 yanlışdır. 1 doğrudur. Neçəsi dedi yanlışdır. Hələ ki bu ikincisi yanlışdır. Video təqdimatlarının hazırlanması üçün promptdan istifadə olunmur, tərcümədir. Yalnız hər hansı bir konkret maşın üçün nəzərdə tutulan dil aşağı səviyyəli dildir, düzdür. ACE, Java, zip, arxiv faylların genişlənməsi düz deyil. Mən yanlışları axtarıram, ikisi yanlışdır. Aha.
Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Sistem proqramı, instrumental, tətbiqi proqram. Sistemə aiddir servis, başqa yoxdur. Bir də deməli, servis B və driverlər B və Y. Bir B ilə Y olmayanları avtomatik seyirləyirəm. Baxın buradan. Sonra ikincisi instrumental sıfırdan proqram yaratmaq üçündür. Bir interpretator daxildir. Bir də proqramlaşdırma dilləri. 2 S ilə D olmalıdır. Ona görə cavab olacaq A bəndi. 3 də tətbiqi proqram bizə lazım olanlar. Mətn redaktor düz. F-dəki mühasibat bizə lazımdır. Doğrudur. Cavab olacaq A bəndi. Növbəti sual. Proqram yüklənərkən harda olur? Proqram yüklənərkən hardan hara yüklənir? Xarici yaddaşdan əməli yaddaşa yüklənir. Məsəl üçün, hard diskdədir, mən onu açanda gəlir düşür rama. Backup proqramı diskin ehtiyat nüsxəsini yaratmaq üçündür. Ehtiyat sürətini yaradır. Cavab olacaq B bəndi. İnterpretator hissə çevirir. Elə A bəndi. Arxivləşdirmə proqramlarına aid olmayanlar hansılardır? Arxivlərə aid olmayan. Bu arxivə aid deyil, arxivdir. Əməliyyat sistemidir, arxivə aid deyil. Əməliyyat sistemidir, arxivə aid deyil. Bu da arxivdir. Aid olmayanlar soruşursa 1, 3, 1, 3, 4 olacaq. Yəni C bəndi. Kompüterin virusdan mühafizəsi üçün aşağıdakı hansı üsul? Təbii ki, antivirus proqramından istifadə etmək C bəndi. Sistem proqramlarına aid olmayanları müəyyən edin. Sistem deyil, instrumentaldır. Sistemdir. Tətbiqidir bu. 1.6 sistemdir. Bu da sistemdir. 1.6, 1.4.6 cavab olacaq A bəndi. İfadələrdən hansı yanlışdır? Antivirus proqramları kompüter viruslarını tapır, sərəstləşdirir və verilənləri virus hücumundan qoruyur. Oyun proqramları nəşriyyat sisteminə tətbiqi proqramlara aiddir. Driver kompüterə qoşulmuş giriş-çıxış kodlanan əməliyyat sistemini tanıdır. Translator ilkin proqramı işçi proqrama çevirmək üçündür. Arxivləşdirmə proqramı kompüter resurslarını nəzarət etmək üçündür. Cavab olacaq Y bəndi. Yanlış olan arxivləşdirmə resursları nəzarət etmək üçün deyil, həcmi azaltmaq üçündür. Kompüterin qurğularını onların öz aralarında eləcə istifadəçilərə qarşı əlaqələrini təmin etmək üçün, idarə etmək üçün nəzərdə tutulan xüsusi proqramlar kompleksi nə adlanır? Qurğularını onların öz aralarında eləcə də istifadəçilərlə qarşılıqlı əlaqəsini idarə etmək üçün. Ümumiyyətlə, bunu icra edən proqram təminatıdır. Kompüter qurğuları öz aralarında eləcə istifadəçilərə qarşı əlaqəsini icra edən proqramlar kompleksi bütövlükdə proqram təminatı adlanır. Elektron cədvəl proqramına aiddir. Deməli, Impress yox və Writer, Oracle yox, Access də verililər bazasıdır. Calc, OpenOffice Calc. Excel'dir, Calc-dır. Bunlar deməli super Calc-dır. Bunlar hamısı deməli cədvələ aiddir. Tətbiq proqramlara aid deyil. Kompüter oyunu tətbiqidir. Bu elektron cədvəldir. Nəşriyyatda, təqdimatda proqramlaşdırma sistemləri, proqramlaşdırma dillərinə aiddir. Hansı sistem proqram təminatda daxildir? Tətbiqidir, qurğudur, demək tətbiqidir, bu qurğudur. Xidməti proqramlar sistemin servisinə aiddir. Cavab olacaq Y bəndi. Periferiya qurğularının işini idarə edən və onları əməliyyat sisteminə əlaqələndirən proqramlar hansılardır? Driverlərdir bunlar və sistemə aiddir. Cavab olacaq Y bəndi.